Aleyküm selam ve rahmetullahi ve berekatuhu. Bismillah, elhamdülillah, ve salatu ve selamu ala men la nebiye ba'dahu ve ba'd. Aziz kardeşler, Allah Azze ve Celle'nin izniyle bugün açtığımız canlı yayında belə deyək də, hakkımızda deyilen birçok şeylere aydınlık getirmeye çalışacağız. Yani böhtanlar, iftiralar vesaire, esassız iradılar, iddialar vesaire, bunlara cevap vermeye çalışacağız inşallah. Zamanla yani bunların çoxuna cevap vermişəm, Allah'ın izniyle çoxunu demişəm, beyan etmişəm, bildirmişəm. Lakin yani, hal onu gösterir ki, bir daha meselelerin üzerinde durmak lazımdır. Yani birçoklarına məlumdur ki, mənim apardığım bu dəvət Allah Subhanahu vəfaq etməsiyle birçok insanların karşı qoymağa aciz qaldığı bir dəvətdir. Bu səbəbdən də əksər insanlar, əksər müxaliflər məzhəbindən asılı olmayaraq, aleyküm salam və rahmetullahi və berekatuhu, məzhəbindən asılı olmayaraq əksər müxaliflər böhtan atmaq, qara yaxmaq, ləkə yaxmaq, ləkələmək, iftira etmək və s. kimi şeylərlə cevap vermeye çalışırlar. Hiç burada zaten cevap değil, sadece acizlik əlamətidir. Acizlikten başka bir şey ifade etmir. Yani belə deyim də, bizim nə dəvət etmişiksə, mən şəxsən öz payıma deyirəm, nə dəvət etmişəm, nəyə dəvət etmişəmsə illərdir ki, bunu yazılı, audio-vizual şəkildə insanlara təqdim etmişəm. Bunlar ola hər hansı bir kimsənin bizim haqqında hər hansı bir şey deməyə ixtiyarı yoxdur. Mənim dediyim hər hansı bir sözdən özü bir məna çıxarır və çıxardığı mənanın üzərində hökmlər bina edirsə, bu adamın ədalətsizliyindən, zalımlığından xəbər verir. Çünki mən diri olduğum müddətcə bunu hər bir şəxs məndən soruşa bilər, istifsar edə bilər. Yox, soruşmursa, soruşa bilmirsə bir şey iddia etməli deyil. Çünki hər hansı bir şəxs haqqında bir şey iddia etmək üçün bunun isbatı lazımdır. Hələ o şəxs diridirsə, sağdırsa, sən ondan soruşa bilirsən, sən bunu ondan soruşmaqla mükəlləfsən, buna sən borçlusan, soruşmalısan. Soruşmadıqdan sonra, soruşmadığın müddətcə sənin özünün anladığın, çıxardığın bir mənalarla insana bir vəsf vermək, onu bir şeylə yükləmək və s. bu müsəlman edəcəyi bir şey deyil. Kitab və sünnət buna qarşıdır. Allah Subhanahu wa ta'ala buyurur ki, İctənibu kətirən minəl-zanni innə ba'dəl-zanni ithm. Zənnin çoxundan uzaq durun, şübhəsiz ki, zənnin bəziləri var ki, böyük günahdır. Zənnin bəziləri var ki, böyük günahdır. Subhanallah. Yəni, zənn etmək, elə zənn var ki, böyük günahdır. Yəni, zənn qəlbin əməlidir. Sən qəlbində bir əməl edirsən, halbuki qəlbində bir şey zənn edirsən, o zənn Allah qatında böyük günahdır. Yəni, düşün, zənn etməyin. Ona görə də bir insan, əgər Allah'a və axirət gününə iman edirsə təbii ki, bu şeylerden uzak durmalıdır. Sən bir şeyi yanlış görə bilərsən, doğru görməyə bilərsən, batil hesab edə bilərsən. Bu sənin biləcəyin bir şeydir. Lakin ölçü Quran və sünnətdir. Quran və sünnətlə bəyan edəsən ki, qardaşım, bu ayətlə, bu hədislə sənin bu dediyin şey batildir. Elhamdülillah, haqq deyərsənsə, doğru deyərsənsə, bizim gözümüz başımız üstünə. Bir də deyər ki, qardaş, biz bundan tövbə edirik, biz bundan dönürük, biz bu şeydən, bu şeydə xəta etmişik, bundan dönürük. Lakin bunu edən yoxdur. Yəni illər boyudur ki, biz bunu görmürük. Ancaq gördüyümüz tək şey nədir? Yəni əsilsiz iddialar, əsli olmayan ittihamlar, böhtan, qara yaxma və s. Bir də ki, birçok acizlərin əxlasızlarını etdiyi kimi söyüş söymək. Bu da müsəlmanın izləyəcəyi yol deyil. Ona görə də bugün yəni inşallah çalışacağım ki, Allahın izni ilə belə yəni bu barədə deyilən nələr varsa hamısına Rabbimin sayesinde, Rabbimin izniyle cevap vereyim. Aleyküm selam ve rahmetullahi ve berekatuhu.